əsasən öz tədris metodlarını, strategiyalarını tənzimləyir, yeni yanaşmaları sınamağa çalışır. Bu şagird yönümlü tələbdir. Bunu da qabağından yanlış yazır. Üç Yanlış. sizce cümle olarak doğru cümledir. Bir şagirdlərin ehtiyaclarına və öyrənmə üsuluna əsasən öz tədris metodlarını və strateji tənzimləyir. Cümlə olaraq düzdür, bu şagird yönümlülük prinsipidir. Bəli, bəli. Amma qarşısına yanlış yazıbdı müəllim. Bəli. Bir də o 4-ü də oxuyaq. Aha. Fasilitator müəllim şagirdlər arasında müstəqilliyi təşviq edir. Onları öz öyrənmə prosesinə görə məsuliyyət daşımağa, hədəflər qoymağa istiqamətləndirir. Fasilitator müəllim şagirdlər arasında müstəqilliyi təşviq edir. Aha. Bəli, onlara sərbəstlik veriblər, gedin öyrənin. Və istiqamətləndirmək nə deməkdir? Görürsüz, hədəf qoymağı istiqamətləndirir. Yəni şagirdə deyir ki, qarşına hədəf qoy, məqsəd qoy, istiqamət və onun üçün o özü müəllim onu istiqamətləndirir. Bəli, doğru cümlədir. Yəni elə əslində istiqamətləndirmək fasilitator müəllimin işidir. Yəni onu bir açar kimi də yadınızda saxlaya bilərsiniz. İstiqamət varsa deməli bu fasilitatorluqdur. Burada götürürük 2 ilə 3-ü yanlışdır, yəni uyğunluqdur. Yəni gözlənilməyib uyğunluq. Doğru. Bəli. Qəşəng. Bu çətinliyin içindən də çıxdınız, bax müəllim. Əslində bu cür böyük situasiyalarda cavabları tapmaq rahat olur. Əsas mövzunun mahiyyətini dərk elədiniz. O cavab elə o sualın içində olur. Sonra digər Əli müəllimimiz qoşulmaq istəyirmi burada test müzakirəsinə? Bir dənə səs açsın müəllim. Salam, axşamınız xeyir olsun. Salam Əli müəllim, xoş gördük, xoş gəlmisiniz aramıza müəllim. Sizə də uğurlar, nailiyyətlər arzulayıram. Çox sağ olun, çox sağ olun. Səndən bahəm inşallah. İnşallah. Müəllim, oxumaq istəyirsinizmi? Oxuyaram, bəli. Gəlin 5-ci sualı oxuyaq, müzakirə eləyək. Buyurun. Yaxşı. Aşağıdakı nümunələrdən hansı fasilitator müəllimin xüsusiyyətinə aid deyil? A-da verib, müəllim şagirdlərin oxuya maraqlarını artırmaq üçün sinifdə fərqli mövzulara aid kitablardan ibarət oxu cüşəsi yaradır. Bu məncə aiddir. Bəli. B-də verir, müəllim yeni dərsi izah edir, şagirdlərə mövzu ilə bağlı tapşırıqlar verir. Hamı tapşırığı bitirdikdən sonra şagirdlərin səhvlərinə bir-bir düzəliş edir. Məncə B-dir, çünki bir-bir bütün suallara əgər müəllim cavab verəcəksə, o şagirdlərdə elə bilirəm müəyyən bir arxayınçılıq yaranacaq və hər dəfə səhvlərində müəllimi axtaracaqlar ki, o belə deyək də müəllim cavablandırsın. Amma məsələn, digər yoldaşlarına izah elətdirsə və yaxud da özlərinin tapması üçün hər hansı bir mənbəni göstərsə, köməklik göstərsə, qəşəng. Aha, bəli, onda belə deyək də, məncə elə B variantı. Bəli. Bax elə o cümləni istəyirdim sizdən. Fasilitator müəllim şagirdin səhvini düzəltməyəcək. Onu yol göstərəcək, onu istiqamətləndirəcək ki, ipucu ver. Qoy özü tapsın cavabı. Bəli, çox qəşəng izah verdiniz Əli müəllim. Digərlərini əslində istəyirsiniz bir dənə digərlərini də oxuyaq ki, bilək ki, yəni fasilitatorluğa aid olanlar nədir? B cavabımızdır. Yəni yanlışdır. Bəli. C-də deyir, müəllim dərsin əvvəlində şagirdlərin dərsə cəlb olunması üçün müxtəlif formalı təqdimatlardan istifadə edir. Bu da düzgündür. Çünki nə qədər müxtəlif, belə deyək də, resurslardan istifadə olunsa, şagirdlərin cəlb olunma marağı bir o qədər daha yaxşı olacaq. Doğrudur. Yəni bu motivasiya hissəsidir də. Təqdimatlar məsələn slayd göstərə bilərsiniz, əyani vəsaitdən şəkil, nə bilim nə müxtəlif o qədər şeylərdən istifadə edib, yəni onların marağını dərsə yönləndirə bilərsiniz. Doğru. D-yə baxaq. Bir müəllim şagirdlərin ilkin biliklərini müəyyənləşdirmək üçün diaqnostik qiymətləndirmə keçirir. Deməli, bu da düzgündür. Çünki diaqnostik qiymətləndirmə çox vacibdir. Məsələn, hər uşağa biliyini belə deyək də müəyyənləşdirdikdən sonra fərqli yanaşma olmalıdır da. Məsələn, hansısa uşağın götürmə qabiliyyəti az ola bilər və yaxud çox ola bilər. Məsələn, az olan uşaqdan artıq sən çox nəyisə tələb edəndə o uşağı daha da biliyini zəiflədə bilərsən.
Ona görə məncə bu da düzgündür. Bayaq da danışdığı müəllim bələdçi müəllim olmalıdır, şagirdlərini təqlid etməlidir, tanımalıdır Öyrənməlidir, və bəli. biz diaqnostik edib onları tanımalıyıq ki, onu necə yönləndirə bilərik? Onun potensialına bələd olandan sonra, qabiliyyətinə bələd olandan sonra, bacarığına bələd olandan sonra onu istiqamətləndirəcəm. Bax, bu da doğru cavabdır. Bəli. Bəli. Elə də deyir, müəllim şagirdlərin valideynləri ilə əməkdaşlıq edərək şagirdlərin intellektləri haqqında məlumat əldə edir. Bu da düzgündür. Çünki məsələn hər uşağın gəldiyi ailə mühiti tamam fərqlidir. Belə deyək də, məsələn hərəsinin həm valideynlərindən nəyi yaxşı götürə bildikləri, nəyi yəni pis belə deyək də öyrəndiklərin hardasa da qismən də olsa müəllim öyrənə bilər. Yəni ən azından bir necə deyim, şagird barəsində müəllimdə fikir formalaşa bilər. İndi mən bir dənə bu cümləyə bir dənə əlavə eləyim. Ümumiyyətlə qəşəng izahlar verdiniz, maşallah. Deməli, deyir, danış görüm səni. Yəni danışdın, gördüm sizi. Gördüm sizi, bazanız var, maşallah. Çox sevindirici bir haldır ki, bu akulaları yığmışam bu dekabra. Maşallah olsun. Çox sağ ol. İndi mən bir dənə bu E bəndinə müəllimlər hamınız üçün açıqlama verirəm. Bu dərsi mən sizə keçəcəm. Bu bilirsiniz nədir? İntellekti Harvard Gardner'in intellekt nəzəriyyəsidir. İntellektləri biz şagirdlər dərsimizi qurmaq üçün, burada bu sözü getdiyinə görə biz qısaca olaraq deyəcəm sizə, orada geniş danışacağam. İntellektləri müəyyən etmək üçün bir çox yollar var, biz onlardan. Birinci yollardan biri də intellekti valideynlərlə söhbət aparmaq. Bax, daxili intellekt var, şəxslər arası intellekt var, verbal var, nə bilim nə var, onların hamısını demirəm. Məsələn, deyək ki, biz valideynlərlə söhbət aparırıq. Deyirəm ki, Aygün, deyə görüm bu əli evdə necədir? O qardaşı ilə, bacısı ilə yola gedirmi? Birlikdə onlarla oynayırmı? Yoxsa otağına qapanır, özü tək oynayır? O da deyir ki, müəllimə, bu əli evdə nə qardaşı ilə yola gedir, nə bacısı ilə, ancaq istəyir ki, təkliyə çəkilib, bir tərəfdə otursun, özü heç kim buna dəyməsin. Bütün günü tək otağında oturur. Deməli, müəllim bu cümlədə müəyyən eləyir ki, əli fərd daxili intellektə sahibdir. Bu deməli, müəllim buna sinifdə fərdi iş formasına cəlb eləyəcək. Amma valideyn var, deyir ki, yox, bilirsən necə anlaşır, bütün günü dostlarının ətrafında danışır, əşyalarını bölüşür, oynaşırlar. Deməli, bu şəxslər arasıdır. Bu qrup işini, cütlərlə işi daha çox sevən şagirddir. Bax, intellekt oradan gəlir. Valideynlə danışıb, müəllim o şagirdi. Deməli, burada gördünüz, yenə müəllimin fasilitatorluğu gəldi önə. Müəllim fasilitatorluğu olmaq üçün neynədir? Valideynlə söhbət apardı, şagirdin intellektini öyrəndi və o istiqamətdə sinifdə dərsini qurdu və şagirdə necə yanaşacağını bildi. Bax belə. Sonra növbəti sualımızı oxusun Xəyalə müəllimə. Demək, 6-cı sual. Müəllimin fasilitator kimi yanlışa yol verdiyi situasiyaları müəyyənləşdirin. Müəllim mövzunu təqdim edən zaman həm slaydlardan, həm də əyani vəsaitlərdən, vasitələrdən istifadə edib hər kəsi dərsə cəlb etməyə çalışır. Bu doğrudur. Sonra müəllim sual-cavab və müzakirə prosesində şagirdlərin səhv cavablarını yerindəcə düzəldir ki, şagirdlərin növbəti fəaliyyətləri effektiv olsun. Xeyr, bu yanlışdır. Müəllim tədqiqata sövq etməlidir, yönəltməlidir. Konflikti həll etmək üçün müəllim sinif iclası təşkil edərək problemi şagirdlərlə birlikdə həll etməyə cəhd edir. Bu doğrudur, birlikdə həll edilməlidir. Bəli, aferin. Demək, müəllim şagirdlərdə oxuyub anlama və tənqidi düşünmə bacarığını formalaşdırmaq üçün ilin əvvəlində buzqıran strategiyalarını istifadə edə bilər. Bu yox, yanlış olar. İlin əvvəlində yox. Bu dərsdə tətbiq olunar da. Fikrinizi bitirin də izahlar verəcəm bu suallara. Müəllim şagirdlərin summativ nəticələrinə əsasən onların maraqları haqqında məlumat əldə edir. Xeyr, bu da maraq haqqında yox, biliyi haqqında məlumat əldə edə bilər. Summativ qiymətləndirmədə, yekun bilik haqqında. Demək olur 2, 4, 5 Y variantı.
Aha, 2, 4, 5 doğrudur müəllimə. İndi qəşəng düzgün izah elədiniz müəllimə. Mən burada bir dənə nəyi sizə deyim, deməli buzqıran haqqında. Buzqıran haqqında mən sizə deyim. Buzqıran ümumiyyətlə ilin əvvəlində keçirilir. Deyək ki, müəllim əgər o sinifə yeni müəllim gəlibsə, məsələn deyək ki, orada ilin əvvəlidir də, məsələn orada bir neçə şagird var, yeni şagirdlər gəlib. Ümumiyyətlə də heç yeni gəldi, gəlmədi. Yəni sinifdə o mühitdə normal şəraiti qurmaq üçün buzqıran strategiyasından istifadə edirik. Buzqıran strategiyası nədir müəllimlər? Müəllim, şagird, şagird arasında effektiv münasibətin qurulmasıdır. Bax, deyək Xəyalə müəllimə, bu il 9-cu sinifləri veriblər sənə, girmisən, uşağı tanımırsan. Tanımaq lazımdır. O uşaqlara bələd olmalısan. Eləcə də sinifdə hər şagird özünün parta yoldaşını, sinif yoldaşını daha yaxından tanımalıdır. O da geniş dərsdir. Kitabın axır mövzularında da, o buzqıran haqqında da geniş danışacağam. Əslində orada buzqıranın keçirilməsi sinifdə bullyingin qarşısını alan bir prosesdir. Müəllimlər, bunu yadınızda saxlayın. Niyə? Çünki şagird yoldaşını tanıyırsa əgər, ona necə davranacağını biləcəksə, onlar arasında narazılıq, konflikt olmayacaq. Məsələn, mən yanımda oturan yoldaşımı bilirəm ki, onun əşyalarına icazəsiz toxunsam, onun acığı gələcək, ona görə toxunmayacam. Məsələn, onlar başlayacaq nəyi sevir, nəyi sevmir. Məsələn, deyirsən ki, uşaqlar, bir-birinizə sevdiyiniz oyunlar, sevdiyiniz kitab, nə bilim, hobbiniz, yemək, nə bilim, nə, sinifdə neçə, deyək ki, evdə neçə qardaş, neçə bacısız, bir-birləri ilə bir-birlərini tanıyırlar. Yəni, bir-birlərini tanımaqdır burada. Niyə deyirik? Müəllim şagird, həm müəllim şagirdini effektiv tanıyır, həm şagird yoldaşını effektiv şəkildə tanıyır. Bu da bir-birini tanımaq üçündür. Oxuyub anlama bacarığını möhkəmləndirib, formalaşdırmaq üçün deyil ki, bax, ona görə biz o 4-ü götürmədik də. Ona görə ki, bu deyir oxuyub anlama, buzqıran oxuyub anlamanı inkişaf elətdirmək üçün deyil. Sadəcə o sinifdə o effektiv mühiti, konflikti aradan qaldırmaq üçündür. Bax, bir dənə onu dedim ki, aydınlıq gətirim sizə, rahat olsun sizin də, yadınızda qalsın. Sonra, deməli, kim oxumadı? Aygün Hüseynova buradadır. Müəllim şagirdlərdə müxtəlif dinləmə materialları verərək onlarda sözlərin düzgün tələffüzü bacarığını formalaşdırmağa çalışır. Proses boyu şagirdlərə lazımi istiqamət verir. Bu məncə düzdür, həm bacarığı formalaşdırdı, həm də istiqamət verdi. Ay, sağ ol, həm də deyir müxtəlif material, istiqamət Bəli. vermək. Müxtəliflik varsa, hər kəsə fərqli yanaşma varsa, doğrudur. Müəllim şagirdlərdə müxtəlif fənlərin mövzularını bir-biri ilə əlaqələndirmək üçün onlarda analoji düşünmə bacarığı formalaşdırır. Bu şagirdlərin yeni anlayışlar öyrənmələri baxımından da faydalı hesab edilir. Məncə bu da düzdür, çünki müxtəlif fənlər arasında həm inteqrasiya edir, əlaqə yaradır, həm də analoji, yəni oxşarlıqları müəyyən edir. Doğru, qəşəng, bu da fasilitatorluqdur. Bəli. Məqsəd şagirdlərdə sual tərtib etmək bacarığı formalaşdırmaqdır. Şagirdlərdən bəziləri bunu necə edəcəklərini bilmirlər. Müəllim onlara dinamik feillərdən ibarət siyahı təqdim edir və proseslərdə onlardan istifadə etməyi tövsiyə edir. İndi burada müəllim feil siyahısını buna verir, istiqamət verir ki, bunu özü işləyib, hazırlayıb, sual tərtib edə bilsin. Yəni, birbaşa sual demədi. Məncə bu düzgündür. Bəli, düzdür. Müəllim şagirdlərdə müstəqil öyrənmə bacarığı formalaşdırır. Bu zaman onların qarşılaşa biləcəkləri maneələrdən biri duyğularını düzgün idarə etməmələri ola bilər. Bunu nəzərə alan müəllim şagirdləri öyrənmə zamanı öz hisslərini idarə edə bilmələri üçün müxtəlif strategiyalarla tanış edir. Burada da istiqamət verdi, da strategiya verdi ki, müxtəlif strategiya. Bəli, müxtəlif strategiya var, emosiyalarını idarə etməyi öyrənir. Metakognitiv bacarıqlarda keçmişdik, emosiyaları idarə etmək. Hansısa bir çətinlik görəndə geri dönüş etməyəcək. Uşaqlar, öyrənmə prosesi həmişə axıcı deyil, həmişə rahat deyil. Siz çətinliklərlə qarşılaşacaqsınız, uğursuzluqlarınız ola bilər. Yəni bunlara baxmayaraq deyin ki, mən hələ ki bacarmıram, bacaracam. Bax, bu emosiyaların idarə olunması budur. Metakognitivdə mən bunu keçmişəm sizə. Bəli.
YDD deyir ki, məqsəd şagirdlərin hər birini müzakirə prosesinə cəlb etməkdir. Bunun üçün müəllim aktiv şagirdlərdən ibarət qrup yaradaraq onlara sual formalaşdırmağı, digər qrupu isə həmin sualları cavablandırmağı tapşırır. Bu zaman hər kəs prosesdə iştirak etmiş olur. Bu səhvdir, çünki bunları zəif, aktiv qrupu bir qrupa yığır ki, siz qurun, tərtib edin sualı, digərlərini isə cavablandırır. Düzdür müəllimə, niyə tərəddüd edirsiniz? Bəndi yanlış cavabdır. Çünki bu siz nə deməkdir? Bu sinifin 5 alanlarından yığılın bir qrupa, siz sual verin. 2 alanlar yığılın bir qrupa, siz də bunlara cavab verin. Bax bu deməkdir. Bu sinifin aktivləri burada iş görəcək və bu passivlər yazıq nə edəcək və bunlarda sual tərtib etmə, sual vermə bacarığı nə etmək olmayacaq. Bəli, tamamilə yanlışdır. Yəni qruplar heterogen olmalıdır. Heterogen qruplar. Yəni fərqli xüsusiyyət, fərqli xarakter, fərqli şəxsiyyət tipi, fərqli öyrənmə tərzi, fərqli qabiliyyət, fərqli bacarıqlardan ibarət olan qruplar olmalıdır. Yoxsa bu 5 alanlar bir qrupa, 2 alanlar bir qrupa bu iş olmur. Yaxşı müəllim. Aytaç müəllimə təşəkkür edirəm, qəşəng. Sonra gəlsin 8-cini oxusun Fidan müəllimə. Buradasınız Fidan müəllimə? Bəli, müəllim, oxuyuram. Deməli, birinci sual. Müəllim dərsin məqsədinə çatmaq üçün sinifdə qrup işi təşkil edir. Şagirdlər qruplara bölünür və hər qrupa müxtəlif tapşırıqlar verilir. Qrupda bəzi şagirdlər az işləyir, bəziləri isə daha çox işləyir. Buna görə narazılıq yaranır. Problemi aradan qaldırmaq üçün müəllimin atdığı hansı addım daha səmərəli olur? Deməli, müəllim bir müddət qrup işindən istifadə etmədən dərsi qura bilər. Qrup işinə ehtiyac yarandığında şagirdlərə nəzarət etməklə problemi həll edə bilər. Mənə də gəlir ki, müəllim, bir müddətdir müəllim qrup işindən istifadə etmədən dərsi qura bilər. Bu səmərəsizdir də müəllimə belə götürəndə. Əlbəttə, imtina edirsən. Doğru yanaşma deyil. Sən qrup işindən imtina edirsən və bir də qrup işinə müraciət eləyəndə elə həmin problem yaranacaq axı. Nə olsun ki, burada problem yarandı, imtina elədik. Yenidən 5 gündən sonra bir də olanda yenə bu doğru bu problemin həlli çözümü demək deyil ki. Doğru yanaşma deyil. Müəllim qrup işi zamanı şagirdlər arasında vəzifə bölgüsü edə və onlarla birlikdə qrup qaydaları tərtib edə bilər. Doğrudur müəllim. Müəllim qrup işi zamanı hər şagirdə müəyyən vəzifə bölgüsü edə bilər. Bəli, doğrudur. Bu doğru müəllimə, bir dənə bu qalsın. Mən o birislərini də oxuyum. Müəllim şagirdlərin öyrənmə tərzlərini nəzərə alıb, onları qruplara bölür və hər şagirdin fərdi işləməsi üçün onlara müəyyən tapşırıqlar verə bilər. Deməli, qruplara bölür və hər bir şagirdə də fərdi işləmə verir. Onlara müəyyən tapşırıqlar verir. Parçaladı, fərdi iş vermək problemin həlli deyil müəllimə. O problemin həlli. Bəli, qrup daxilində də fərdi iş verir. Elə şey olar. Yox. Müəllim şagirdlərdə qrupda işləmək bacarığını formalaşdırmaq üçün onları bir müddət cütlərlə işə cəlb edə bilər. Bu da səmərəsizdir müəllimə. Qrupda işləmək üçün eyni şey oldu bir növ elə cütlərlə işə cəlb eləməm. Müəllim şagirdlərin potensialını nəzərə alıb qruplara verilən sadələşdirərək müvafiq problemi həll edə bilər. Potensialını nəzərə alıb deyir. Tapşırıqları sadələşdirərək müvafiq problemi həll edə bilər. Bu da Allah belə effektiv deyil. Bəndindəki müəllimə. Bəli, deyir sadələşdirərək. Sadələşdirdi, yenə o doğru yanaşma deyil axı müəllimə. Sadələşdirdi, verdi. Axı orada qruplarda da güclü şagirdlər də var. Bunu sadə verdi. Bəs onlar üçün maraqsız olacaq axı güclü uşaqlar üçün. Bəli. Yenə görürsüz, effektiv yanaşma deyil. Yanaşma deyil müəllim. Bəli. Hamından müəllim qrup işi zamanı şagirdlər arasında vəzifə bölgüsü eləyir, yəni onları qruplara bölür, xüsusi vəzifələr verir onlara tapşırıq əsasən və onlar birlikdə qrup qaydaları tərtib edə bilər. Bu daha effektivdir müəllimə. Mənə gəlir. Doğrudur müəllimə. Çünki ümumiyyətlə məsələn müəllimlər yadınızda qalsın,
Deməli, qrup işində sırf qrup qaydaları var. Mən iş formalarını keçəndə deyəcəm sizə. Bunlar çox tez-tez rastımıza çıxan bir məqamlar olacaq. Çünki işimiz odur axı biz sinifdə də iş formalarından istifadə edirik. Bir mənalı olaraq məsələn bizə deyir ki, qrup qaydaları müəyyən olunmalıdır. Məsələn, müəllim qrup qaydaları müəyyən etməlidir və həmin o qaydaları şagirdlərlə birgə müəyyənləşdirməlidir. Qrup verərkən də onları şagirdlərə xatırlatmalıyıq əvvəlcədən. Vəzifə bölgüsü olmalıdır. Sən liderliyi kim eləyəcək, təqdimatı kim edəcək, yazını kim yazacaq, məsələn, əgər şəkil varsa kim, yəni hərə öz işini qrupda bilməlidir. Yəni bu zaman problem yaranmayacaq. Bəri başdan bunlar da əvvəlcədən qoyulanda müəllimlər daha demək olar ki, hər şagird bilir ki, qrup işində bu qaydalara riayət etməlidir. Bax, bir-birinizi dinləyəcəksiniz sona qədər, bir-birinizin fikirlərinə hörmətlə yanaşacaqsınız, bir-birinizin fikrini bölməyəcəksiniz. Siz də yoldaşınızla fikirləri ilə razılaşın falan. Məsələn, bu kimi müəyyən qaydalar qoyulur və o qaydada tərtib olunur bu qrup işi. Həm də ki, müəllimə, bu hərəsi öz vəzifəsini biləndən sonra daha effektiv alınır. Əlbəttə, hər özü bilir ki, bunun vəzifəsində də burada narazılıq ola bilməz. Olmayacaq. Bu qaydada da hər dəfə eyni təkrar olunda prosedur. Bax, müəllimlər, əslində mən sinifdə eləmişəm onu, o sentyabrdan, o qayda sinifin idarə olunmasında var, onu da sizə keçəcəm. Hər dəfə məsələn söz düşəndə o testlərdə gedəndə bir-iki cümlə ilə sizin üçün deyirəm ki, yəni orada sözü getdiyinə görə. Məsələn, mən sinifdə qayda prosedur qoymuşam. Hər dəfə də onu sentyabrdan bura məşq elətdirmişəm. Daha indi demirəm də uşaqlara. Məsələn, uşaqlar bilir, hamısı dururlar. Məsələn, sinifdən necə çıxacaqlar? Sinifi tərk etmə proseduru var, evə gedəndə hansı prosedura? Dururlar, hamısı məsələn paltarlarını geyinirlər, kurtkaları, papaqları, əlcəklərinə diqqət eləyirlər. Sonda çıxanda özüm kənardan onları müşahidə edirəm hər dəfə. Sonda çıxanda hamı stulunu çəkir belə partasının altına itələyir hamısı səliqə ilə. Eyni şey hamısı eləyirlər. Geyinirlər, sumkalarını, çantalarını asıb çiyinlərinə çıxanda stullarını itələyirlər partanın altına, stolun altına, ondan sonra sinifdən çıxırlar. Özdə cərgə ilə itələmə falan yox. Yəni onu mən demirəm, siz yuxarı siniflərə dəstəyirsiniz. Sadəcə olaraq məsələn hər sinifin özünə uyğun qayda proseduru olmalıdır. Onu ən çox sinif rəhbəri şagirdlərlə birgə etməlidir. İndi bizdə aşağı sinifdir. Məsələn mən 2-ci sinifdə hər şey onsuz da 2-ci sinifdən elə balacalıqdan gəlir. Hər şey balacalıqdan gəlir. Biz elə yəni onları o qaydada böyüdüb sizə təhvil veririk də deyək ki. Onu da siz o qaydada aparmalısınız. Bax, o qayda prosedur beyinlərində qalır o, mən ona sözümü gətirirəm. O qaydada da gedir. Əvvəlcədən sən o qaydanı qoysan və uşaqlara onu hər dəfə xatırlatsan, orada səndə bir problem yaranmayacaq. Belə. Qaldı orada sualımız, müəllimlər. Bəli, müəllimə qalıb. Qalıb Əfşan müəllim oxusun. Aha, yaxşı. Dərs zamanı müəllim şagirdə sual verir. Şagird suala səhv cavab verərkən müəllim onun sözünü yarıda kəsərək sualın cavabını özü deməyə başlayır. Verilən situasiya ilə bağlı doğru fikir hansıdır? A. Müəllim fasilitator kimi özündə müşahidə etmək bacarığını formalaşdırmayıb. Yox, burada müşahidə yoxdur. B-də deyir ki, müəllim fasilitator kimi idraki hazırlığını təkmilləşdirməyib. C-də deyir ki, müəllim fasilitator kimi özündə planlaşma bacarığını formalaşdırmayıb. D-də deyir ki, müəllim fasilitator kimi özündə dinləmək bacarığını formalaşdırmayıb. Müəllimə burada D-dir. Yəni, şagird danışdığı yerdə əgər müəllim onun danışığını kəsirsə, deməli onu dinləmir də. Dinləmirsə, dinləmə bacarığını formalaşdırmayıb. Elə cavab onun içindədir. Rahat sual idi. Qəşəng. Təşəkkürlər Əfşan müəllim, çox sağ olun. Növbəti sualımızı Xəyalə müəllim oxusun. 10-cu sual. Demək, müəllim şagirdlərin cəlb olunmasını təmin etmək və onların fəaliyyətini məqsədyönlü etmək üçün təlim nəticələrini şagirdlərə əvvəlcədən elan edir. Bu halda verilən hansı fikir doğrudur? Müəllim şəxsiyyət önümlülük tələbini qoruyur. Şəxsiyyət önümlülüyü qoruyur. Bu əlaqəsi yoxdur, elə bilirəm. Müəllimin planlaşma bacarığı qənaətbəxş deyil. Mən bir də oxuyum da sualı. Oxu. Müəllim şagirdlərin cəlb olunmasını təmin etmək və onların fəaliyyətini məqsədyönlü etmək üçün təlim nəticələrini şagirdlərə əvvəlcədən elan edir.
Bu halda verilən hansı fikir doğrudur? Bayaq dedik, təlim nəticələrini elan etmək var idi, hə. Bəli, əvvəldən Oxuyun, daha. biləsiniz. Demək, müəllim şəxsiyyət önümlülük tələbini qoruyur. Şəxsiyyət önümlülüyü qoruyur. Bu qalsın. Müəllimin planlaşma bacarığı qənaətbəxş deyil. Yox, bu yanlışdır. Müəllim pedaqoji səriştəlilikdə səhvə yol verir. Yox, bu da yanlışdır. Müəllim fasilitator rolunu yerinə yetirir. Bəli, bu ola bilər. Müəllim şagirdlər üçün şəxsi nümunə olur. Yox, bunun da əlaqəsi yoxdur. D variantı olur. Bəli, müəllimə. Bayaq dedik ki, səmərəli fasilitator müəllim nə etməlidir? Təlim nəticələrini şagirdlərə elan etməlidir. Bəli. Bax bunlar, bax o elə odur. Bax burada doğru cavabımız bəli, D bəndidir. Təşəkkürlər Xəyalə müəllimə. Qaldı sualımız orada müəllimlər. Biri qalır müəllimə. Biri qalıb. Onu da Amanov oxusun. Burada Əli. Bərdayam mən. Hə, buyurun Əli müəllim. Demək, müəllim şagirdlərə ev tapşırığı olaraq Axundzadənin həyat və yaradıcılığı ilə bağlı təqdimat hazırlamağı tapşırır. Şagirdlər müxtəlif mənbələrdən istifadə edərək məlumat toplamalı və təqdimat hazırlamalıdırlar. Müəllim şagirdlərin təqdimatlarını izlədikcə onların düzgün mənbələri araşdırmadıqlarını müşahidə edir. Müəllim bu problemi aradan qaldırılması üçün hansı addımı səmərəli olar? Müəllim dərs prosesində şagirdlərə müxtəlif oxu materialları təqdim edə bilər. Bu ev tapşırığı verib, burada dərs prosesində deyil. Müəllim şagirdlərə təqdimatın necə hazırlanması ilə əlaqədar müxtəlif tövsiyələr verə bilər. Bu səmərəli elə də səmərəli olmaz. Müəllim şagirdlərə əvvəlcədən qiymətləndirmə rubrikini və mənbələr təqdim edə bilər. Müəllim şagirdlərə problem həll etmə bacarığını formalaşdırmaqla bu məsələni həll edə bilər. Müəllim sinifdə müxtəlif mövzularda müzakirə təşkil etməklə verilmiş problemi aradan qaldıra bilər. Daha səmərəsi yəqin ki, hər hansı bir müzakirə etməklə olar. E variantı daha səmərəli olar məncə. Problemimiz nədir Əli müəllim? Situasiyada nə çatışmır uşaqda? Ona diqqət elə. Problemdə məlumat toplamaq və təqdimat hazırlamalıdır. Yox, müəllim müşahidə eləyib ki, uşaqlarda nə çatışmır? Düzgün mənbələri araşdırmayıb. Ay, sağ ol. Cavabımızda harda var mənbə? Mənbə C-də. Ay, sağ ol. Deməli, cavab nədir? C. Müəllim şagirdlərə əvvəlcədən qiymətləndirmə rubriklərini və mənbələr təqdim edə bilər. Bəli. Baxıb ki, araşdırma yox, mənbəni düzgün seçməyib. Deməli, sən ona mənbəni düzgün verməlisən. İndi Əli müəllim, bax, burada cavabı mən istiqamətləndirdim, sən tapdın. Bunun adı nə oldu? Fasilitator. Aferin sənə. Bax, birbaşa cavab demədim ki. Bəli. Bax, bunu hamımız sinifimizdə də etməliyik. Bu yuxarı sinifdə bu dəqiqə danışdırsam Əli müəllim deyəcək. Sinifdə uşaq tapıram ki, 9, 10, 11-ci sinifdir. Eləmi müəllim? Belə əziz müəllimlər, siz də bax bu cür hər dərs, canlı dərsdə sınaq işləmə, müzakirələrə qoşulma, tək-tək, variant cümlələrimizi, testlərimizin izahını dinləmək, qoşulmaq istəyirsinizsə, buyurun bizim dərslərimizdən faydalana bilərsiniz əziz müəllimlər. Bu arada kanalıma abunə olmağı, şərh yazmağı, paylaşmağı unutmayın. Bu cür videoların davamlı olmağını istəyirsinizsə, kanalımıza mütləq şəkildə abunə olun ki, yeni videolardan xəbəriniz olsun. Sağ olun, növbəti görüşlərədək.